Gələcəkdə kim olmaqla bağlı qərarın düzgün verilməməsidir. Mən tövsiyə eləməzdim ki, həmin ixtisas seçsin. Yüksək bal mütləq şəkildə biliyin göstəricisi. Daha aydın məqsədlə hazırlaşıb işinin peşəkarı olan şəxslərdən dəstək almağı unutmayın. Mən Anar Əlməmmədov, 20 ildən artıq pedaqoji təcrübəyə malikəm. İxtisasda tarix müəllimiyəm. Evdərs tədris mərkəzində uzun müddətdir peşəkar müəllim heyəti ilə birlikdə təhsilimizə və gənclərin gələcək karyeralarına dəstək olmağa çalışırıq. Öz ixtisas seçiminiz necə olub? Bizim abituriyent dönəmimizdə ixtisas seçimi imtahandan sonra həyata keçirilmirdi. İlk öncə ixtisasları müvafiq istəyimizə uyğun sıralayırdıq. Daha sonra topladığımız bala əsasən yerləşdirmə olurdu. Amma indi hal-hazırda daha faydalıdır abituriyentlər və gənclər üçün. Ona görə ki, əlində olan balına əsasən, təbii ki, istəklərini də nəzərə alaraq daha düzgün ixtisas seçimi edə bilirsən. İxtisas seçimində ən çox təkrarlanan səhvlər nələrdir? İxtisas seçimində mənə görə ən çox təkrarlanan səhv gələcəkdə kim olmaqla bağlı qərarın düzgün verilməməsidir. Daha çox qulaqdan dolma məlumatlarla və yaxud dostdan, tanışdan, qonşudan eşitmə, universitetin və ya ixtisasın adının prestijinə görə seçimlərin edilməsidir. Bu ən böyük səhvlərdən biridir. Balların dəyişməsi ilə bağlı irəli sürülən təkliflər barədə nə deyə bilərsiniz? Nəticələr və statistik məlumatlar açıqlanmadan balların qalxıb düşməsi ilə bağlı söylənənlər əsasən ehtimallardır. Real rəqəmləri bilmək üçün və real cavab vermək üçün bu suallara mütləq şəkildə Dövlət İmtahan Mərkəzinin son statistik məlumatlarını gözləmək lazımdır və həmin statistik məlumatların təhlilinə əsasən balların hansı aralıqda düşmə və ya qalxma ehtimalı olduğunu daha dəqiq söyləmək olar. Hansı ixtisası seçim deyə arada qalan tələbələrə nə məsləhət görürsünüz? Əgər ixtisas istəkləri arasında fərq çoxdursa, məsələn deyək ki, bir müəllimlik ixtisası düşünür, amma bir də politologiya və ya jurnalistika ki, bunlar tamamilə fərqli sahələr hesab olunur. Ona görə ilk öncə özünü gələcəkdə hansı sahədə daha real görmək istəyir və ya özünü harda təsəvvür eləyir, o sualı vermək lazımdır. Yəni mümkün mərtəbə burada ixtisas istəklərini daraltmaq lazımdır. Yəni çox şaxəli ixtisas istəyi olanda təbii ki, diqqət də dağılmış olur və dəqiq qərarlar verməkdə çətinləşir. Valideynlərin ixtisas seçimi zamanı tələbələrə olan təsiri barədə nə düşünürsünüz? İxtisas seçimi zamanı biz həm övladının qərarlarına hörmətlə yanaşır, həm də övladına öz qərarlarını, yəni valideynin şəxsi qərarlarını diktə eləyən situasiyalarla qarşılaşmışıq. İstənilən halda mütləq şəkildə övladın istəyini nəzərə almaq lazımdır. Təbii olaraq ola bilər ki, həmin yaş dönəmində, 17-18 yaş dönəmində övlad, insan düzgün qərar verməyə bilər. Sadəcə olaraq ona tövsiyə xarakterli, düzgün yönləndirmə məqsədi ilə dəstək olmaq lazımdır və təbii ki, burada valideyn ola bilsin ki, düzgün yönləndirmə eləyə bilməz, hansısa sahənin mütəxəssisi olmadığından. Ona görə də ən doğru tövsiyəni həm də ixtisas seçimi üzrə və ya karyera üzrə mütəxəssislərdən almaq məqsəd uyğun və tövsiyə olunandır. Balı yüksək olan, amma nə istədiyini bilməyən tələbələrə nə demək istərdiniz? Balı yüksək olub, amma hansı ixtisas seçməklə bağlı tərəddüd edənlərə tövsiyəm o olar ki, qəlbinin səsini dinləsin. Yəni gələcəkdə həqiqətən nə olmaq istəyirsə, yəni deyirəm, balın ola bilər ki, balı çox yüksək, prestijli, adı prestijli səslənən bir fakültəyə və ya ixtisasa çatmış ola bilər, amma həmin abituriyent özünü gələcəkdə o sahədə görmürsə, mən tövsiyə eləməzdim ki, həmin ixtisas seçsin. Yüksək bal sizcə həqiqətən biliyin göstəricisidir? Yüksək bal şübhəsiz ki, biliyin göstəricisi sayıla bilər, amma tam mənada deyil. Çünki yüksək balı yığmağın üsulları və ya ona təsir edən amillər ola bilər. Ola bilər ki, sırf əzm və iradə ilə çalışıb yüksək bal yığıb, ola bilər ki, kimdəsə həqiqətən də potensial var o yüksək balı yığmağa. Ona görə də o yüksək bala gedən yola abituriyentin çalışqanlığına baxmaq lazımdır ki, buna necə nail olmuşdur. Amma istənilən halda yüksək bal mütləq şəkildə biliyin göstəricisidir. İxtisas seçimi stresi ilə necə mübarizə aparmaq olar? Birinci növbədə öz gələcəyini düşünməlisən. Yəni kənardan təsirlər ola bilər, kənardan təzyiqlər ola bilər və yaxud ola bilsin ki, özünü abituriyent baxımından deyirəm mən, kiminləsə müqayisə eləyə bilərsən. Yəni başqası ilə müqayisə edib hər hansı bir şəkildə müəyyən travma almağa ehtiyac yoxdur. Hər kəs özünə məxsus bir şəxsiyyətdir. Ona görə də ən doğrusu öz gələcəyini özün düşünməlisən və çalışmalısan ki, kimsə ilə müqayisə etməyəsən özünü. Aşağı bal toplayan abituriyentlərə nə məsləhət verərdiniz? Aşağı bal toplayan abituriyentlərə və onların valideynlərinə tövsiyəm, məsləhətim olar ki, ya növbəti ildə də daha aydın məqsədlə hazırlaşıb, hədəfinə çatmaq üçün daha ciddi hazırlaşaraq yüksək bal toplasınlar və daha keyfiyyətli və gələcək vəd edən ixtisaslara daxil olsunlar və yaxud da peşə yönümlü sahələrə yönəlsinlər. İxtisas seçimi mərhələsində olan abituriyentlərə son olaraq nə demək istərdiniz? Və son olaraq həyatınızın bu önəmli mərhələsində gələcəyinizlə bağlı qərar verərkən mütləq şəkildə düzgün araşdırma edərək işinin peşəkarı olan şəxslərdən dəstək almağı unutmayın.